Salam hörmətli dinləyicilər. Bugün sizə bəhs etmək istədiyim mövzu internetdə qazanc mövzularıdır. Bildiyiniz kimi internet yarandığı gündən etibarən bu günə kimi böyük inkişaf yolu keçmişdir və internetdən nəinki əyləncə məqsədilə istifadə etmək olur, internetdən həmçinin kifayət qədər böyük gəlirlər də əldə etmək mümkündür. İnternetdə gəlir əldə etmək üçün bilmək lazımdır ki, çoxlu sayda layihələr var ki, internetdə, hansılar ki, insanları aldadır və insanların gəlirlərini paylaşmır, qaytarmır geri və qoyduğu pulları da mənimsəyir. Lakin internetdə kifayət qədər çox olmasa da, çoxlu güvənli proyektlər mövcuddur ki, hansının vasitəsilə siz ayda minimal olaraq ən azı $100 başlayaraq daha çox gəlirlər əldə edə bilərsiniz. Təbii ki, burada söhbət minimal $100 gedirsə, sizi məbləğin maksimumu da maraqlandıra bilər. Maksimum isə hüdudsuzdur. Yəni $100 tutaraq siz ayda hətta $10.000, $50.000, $100.000 da qazanc əldə etmə imkanı əldə edirsiniz. İlk növbədə internetdəki proyektləri axtarmaq üçün siz təbii ki, Google sistemində, axtarış sistemində axtarış verirsiniz. Təbii ki, bizim dildə olan axtarış sistemində siz Google vasitəsilə elə də dolğun informasiya əldə edə bilməyəcəksiniz. Ona görə sizə bu layihələrdə iştirak etmək üçün minimal olaraq ingilis dilini və rus dillərini bilmək zəruridir. Heç olmasa orta səviyyədə bilməlisiniz ki, xaricilərlə ünsiyyətdə ola biləsiniz və hal-hazırda gəlir verən internet proyekt tendensiyaları haqqında məlumat əldə edə bilərsiniz kifayət qədər geniş olaraq. Google-da təbii ki, axtarış sistemində siz yaza bilərsiniz ki, как заработать və məbləğ məsəl üçün yazırsınız və axtarışa verirsiniz. Təbii ki, burada məbləğ sizin özünüzdən asılıdır. Burada rus dilinə çevirirsiniz. Avtomatik olaraq təklif edir ki, rusca axtarışı verəsiniz və məbləğləri özünüz burada qeyd edirsiniz ki, $100, $1000, $5000, $50.000, $100.000 və s. və axır. Axtarışı verəndən sonra sizə müxtəlif sistemlər haqqında təkliflər gəlir. Təbii ki, onların hardasa 70% Azərbaycanda işləmir və burada nəsə əldə etmək də mümkün deyil. Çünki ilk növbədə heç qoşulmaq da mümkün olmur. Belə deyək. Digər 30%-ında isə hardasa 20% aldadıcı proyektlərdir. Yəni bura siz pul qoysanız, çox güman ki, itirəcəksiniz o pulları heç bir fayda əldə etmədən. Ancaq və ancaq mənfi balansa düşmək şərti ilə siz burada nəsə edə biləcəksiniz. Yəni əlamətlərə fikir verməlisiniz ilk növbədə. Amma təbii ki, bu əlamətlər də son deyil. Əlamətlər dedikdə mən nəyi nəzərdə tuturam? İlk növbədə kifayət qədər etibarlı proyektlər, layihələr şirkət formasında qeydiyyatdan keçir. Fərq eləmir, bu offshore zonasıdır və yaxud da hər hansısa bir dövlətin qanunvericiliyinə əsasən işləyir. İkinci, fikir verməlisiniz, diqqət etməlisiniz ki, həmən şirkət hansı ödəmə sistemlərdə çalışır. Əgər bu Liberty Reserve və yaxud da ki, LinkPay və digər o qədər də tanınmamış, hətta PayPal-ı mən ora daxil edirəm, tanınmamış ödəmə sistemləridirsə, düzdür, içlərində PayPal nisbətdə tanınmış sistemdir. Çünki e-mail işləyir və bir sıra digər nüfuzlu proyektlərlə işləyir. Amma PayPal təəssüflər olsun ki, sırf internetdən gəlir üçün ancaq skam proyektlər istifadə edir. Skam dedikdə, yəni insanları aldadan, pullarını mənimsəyən proyektlər istifadə edir PayPal-dan. Əsasən fikir verməlisiniz ki, həmən sistem payza ilə bank hesablarının köçürmə vasitəsilə işləsin və diqqət etməlisiniz ki,
həmən sistem SolidTrust Base sistemi ilə işləsin. Çünki bu sistemlər Azərbaycanla işləyir. İkinci, diqqət etməlisiniz ki, bu sistemi, proyekti yaradan kimdir, müəllifi kimdir? Adətən proyektləri yaradan insanların bir sıralarını olur ki, onlar. Üçüncü əlamət odur ki, baxırsınız, ümumiyyətlə hal-hazırda ödənişlərin edilib edilməməsində indi tapmaq da çətin deyil. Yəni baxırsınız sübutlara ki, kim nə qədər qazanıb bu sistemdən. Həmçinin odzivlara baxırsınız, rusca yazsaz odziv, yəni rəylər, insanların rəylərinə diqqət edirsiniz. İngiliscə onu review kimi də gedir, yəni review edə bilərsiniz. Yenidən baxa bilərsiniz ki, insanların rəyi nədir. Və son olaraq öz qəti qərarınızı verib proyektə daxil olursunuz. Proyektin təlimatlarına uyğun işləyirsiniz və gəlirlərini əldə edirsiniz. Və belə deyim, internet üzərindən gəlir qazanmaq həqiqətən də elə çətin bir iş deyil. Sadəcə olaraq bu işdə müəyyən müddət işləmək lazımdır ki, siz artıq biləsiniz ki, bu işi necə aparasınız və bu işdən nələr gözləmək olar. Təbii ki, bir məqam da çox insanları maraqlandırır. İnternet proyektlərinə girmək üçün vəsait lazımdır və yaxud da lazım deyil. Əlbəttə ki, lazımdır. Pulsuz pendir, necə deyərlər, tələdə olur. Ona görə pulsuz sizə gəlir verməyə söz verən proyektlərə heç vaxt daxil olmayın. Sonradan o müəyyən müddət keçəndən sonra onlar sizə aldadıb müəyyən sizə məbləğ alandan sonra sizdən heç bir gəlir fayda vermədən bağlanan proyektlər olacaqdır. Bu qədər. Növbəti layihəmdə sizə internetdən gəlir qazandıra bilən proyektlərin haqqında ümumi tövsiyələr verəcəm və siz biləcəksiniz ki, bunu etmək üçün sizə nələr bilmək lazımdır. İşte bu qədər. Hələlik hamınızı uğurlar.